Vaxtımızı və enerjimizi alan şeylərdən biri də telefondur. Özüm üçün telefondan istifadəni tənzimləyən müəyyən qaydalar hazırlamışam. Bu qaydalara əməl etmək telefondan asılılığı azaldacaq. Hər namazdan sonra 7 dəqiqə telefondan istifadə etməyə icazə var. Lakin məğrib namazı istisna olmaqla. Çünki məğrib ilə işa arasındakı vaxt fərqi azdır. Dəqiqəni telefonun saniyə ölçənində, yəni taymerdə qoymaq olar. Mənə görə 7 dəqiqə bütün əsas işləri həll etmək üçün kifayət qədər vaxtdır. Bu 7 dəqiqəni mütləq işlətməlisən deyə bir qayda yoxdur. Əgər vacib bir işin yoxdursa, həmin 7 dəqiqə qoy olduğu kimi qalsın. Buna görə də məqsədsiz şəkildə telefonu ələ götürmək olmaz. Səhər, duha namazı qılmadan, 2 səhifə Qurani-Kərim oxumadan, səhər zikirlərini və idman etmədən internetə qoşulmaq olmaz. Mobil internet ilə isə şəkil və video yükləmək yox, ancaq mesajlara cavab vermək lazımdır. TikTok birmənalı şəkildə qadağandır. Instagramın kəşfiyyat bölməsinə isə girmək olmaz. Çünki ora bir bataqlıqdır, çıxmaq isə çox çətindir. Bu kəşfiyyat özəlliyi demək olar ki, bütün sosial platformalarda var. YouTube-da Shorts və mənasız Azəri və Türk videolarına baxmamaq lazımdır. Eyni zamanda oyun videolarına da. Mən şəxsən döyüş videolarını izləməyi sevirəm, amma UFC haram olduğundan onu tərk edirəm. Gəzərkən və ya iş görərkən faydalı videolara və audiolara qulaq asmaq daha məqsədə uyğundur. Bunun üçün isə öncədən YouTube-da offline izləmək üçün videolar indirmək olar. Əgər sosial şəbəkə hesablarınız varsa, onları məqsədli və planlı şəkildə idarə edə bilərsiniz. Sosial şəbəkələrdə bizə lazım olmayan insanları gizlincə araşdırmaq və ya məşhurları izləmək öz dəyərini itirmək deməkdir. Bizə verilən 7 dəqiqə bitdikdən sonra interneti bağlayırıq və yadda qalan mesaj və storylərə baxmırıq. Boş yerə story paylaşmırıq. Vacib bir paylaşım etdiyimiz halda belə kimlər mənim storyimə baxdı deyib tez-tez yoxlamırıq. Telefonu da ümumilikdə mənə kim mesaj yazdı deyib tez-tez yoxlamaq da olmaz. Onu bil ki, kiməsə lazım olsan, mütləq sənə zəng edib səni axtaracaqlar. Məsciddə telefonla dünyavi işlərlə məşğul olmaq olmaz. Heç kimə görə bu qaydaları pozma. Heç kimə görə. Hal-hazırda insanların çoxu telefon bağımlısıdır. Sənin telefondan faydalı və səmərəli istifadə etməyin bir toplumda fərqlənməyinə səbəb ola bilər.